Dokunuşlar göstermə. Okay. Hamıya salam dostlar. Bu günlər sizlərlə bərabər gördüyünüz kimi çox qısa bir videodan qarşınızdayam. Gördüyünüz kimi Brawl Stars oynayıram və yanımda heç bir YouTuber yoxdur, mən təkəm. Və hamımızın sevdiyi o gözəl seri yenidən gəldi. Kupa qazmaq vaxtıdır. Mənim kanalım bu seri ilə başladı və hələ də bu seri ilə gedirik. İnşallah daha çox çəkəcəyik bu seridən. Və kasmadığım karakter də o qədər var ki dostlar. Yəni heç kasa bilmirəm bunları. O qədər çox karakter yığmışam bura. Yəni kasmaq çətindir. Bugün dostlar 4 dənə karakterə kupa kasacağıq. Amma öncəliklə bu kiti 750 kupa eləyək. Ondan sonra o birisi karakterlərdə kupa kasacağıq. Amma xəritə nəsə o deyil. Ona görə knockout oynayacağam. Bəli dostlar, oyunumuza başlayaq. Sizlər də videoyu bəyənməyi, abunə olmağı və bildirimləri açmağı unutmayın. Heç nə, başlayaq. Bunu qoyun. Getdik. Oyunumuz başlamışdır. Ancaq bundan əvvəlki kupa kasmaq serisində Sirius'a kupa kasmışdım və Kita kupa kasmışdım. Bir də Fanga. Onları çox kupa kasmamışam, ancaq Kita kasmışam. Çünki Kiti 1000 kupa olmağını istəyirəm. Bu arada mən heç eləmədim. Tapın soydu, süpürdü hamısını. Yox, utduq. Bəli, ilk oyunumuz bitmişdir. Və 755 kupa. 2 və düşük kupadan da 5, 17 kupa. Qəşəng. Yaxşı başladıq. 755 kupa və yeni kit kostümü. Bunu mu seçsəm? Bu daha yaxşıdır. Cowboy Billy. Görün hansı daha yaxşı kostümdür, hansı Enderli daha yaxşıdır. Cowboy Billy'yə seçirəm. Cowboy Billy. Bəli, kitimizi də 755 kupa etdik və sırada kupamızı artırmağa gəldi. Bəli. İndi karakterlərimizi seçək. Deməli, bir dənə Star Nova'ya kupa kasacağıq. Star Nova'da təzə çıxdım. Yəni kredi kasırdım. Yəni gizemli kutu açdım. 8 dənə gizemli oldu. Daha doğrusu kaos kutusu. 8 də gizemli oldu. 3 dəfə 500 kredi verdi və mənə Star Nova çıxdı. Sıradaki karakterimiz Damian və ondan sonra da Glowbird. Əvvəlki də Glowbird idi, indi Glow idi. Və Spike'ı kassam. Bilənmədim heç. Embra kazacam. Amma birinci hansına başlasam arada qaldım. Məncə Glowbird'lə başlayayım. Bəli, Glowbird'lə başlayıram. Səviyyəmizi də artıraq. 7 8 2. İndi mən aksesuarla əşyanı seçim. A few moments later. Bu aksesuarı alıram, bu qəşəngdir. Amma birisine heç baxmadım, bu nədir? Much later. Ya, bu işlərlə. Və buradan da kalkan alıram. Kalkan ehtiyacımızdır. Və seçdim. Glow. Amma dostlar, mağara arasında oynamaq istəmirəm. Normalda hesablaşmada kasıram. Ancaq bu səfər fərqlilik eləyəcəm. Çünki mağara arasında karakter olmur. Ancaq buluş şeylə belə yaxın və keskin nişancı karakterlərlə oynaya bilirik. Bir də dostlar, bu videonu tez-tez kəsəcəm. Çünki mənim üçün çox uzun işdir. Yəni 4 dənə karakterə kupa kasmaq nədir? Halva deyil ki siz mənim üçün. Gəl də bura səhbə. Qaçırsan. Bu arada takım dostlarımı da iyiləşdirə bilirəm. Yaxşılaşdıra bilərəm.
Sen de gel. Sen de gel. İtaladı. Tam öldü ki. Bir gitti. Bir dakika. Bu gelsin. Buraya gel. Gel bakalım. Hala işte kaçmıyor. Dişim uzanır axı. Gel. Sen gel. Ya bu sefer kaçamayacağız. Bu sefer düz dibinde. Bu sefer düz dibinde. Sen öldün. Sen de gel. Hayda korkak. Ya şükür Allah. Bəli. İlk oyunumuz belə getdi. Mən də tez-tez təkrar oynayıb atacağım. Getdik. Qəzanız mübarək olsun. 1 million zillion jillion dillion cotillion times later. Dostlar, kupa kasanda çox pis bir şey oldu. Mən oynayırdım. Takım oyundan çıxdı. Supercell də takım oyundan çıxdığı üçün məni oyundan atdı. Özdə 205 kupa kasmışdım. Yəni onu da siz görə bilmədiniz. Özdə 205'in də gəldiyi göstərmirdi. 79 kupa gəldiyini göstərmişdi. Yəni üzürlü sayın dostlar. Bu dəfə belə oldu da. Daha nakavt girməyəcəm. Tez-tez takım çıxacaq. Ona görə daha nakavtda son. Düzü qəşəng də kupa kasırdım. Dostlar, 13 kazanma serim var. Amma yenə də 39.000 kupa oldu. Bir yandan da əsəbiyəm. Bəli, sıradakı karakterimiz Damian. Damian qışqırır elədir. Bunun səviyyəsini artır. Söbəst. İndi bunları oxuyum. 15 minutes later. Bunu qoy. Bu və kalkan. Və sit. Bəli, mağara arası da çox xoşlamıram, amma başlayaq. 39.000 kupayam. Damian'la bir oyun oynaya görməyir. Səsə düşürüm. Bəli, görün bu nə verir. Gəl lan. Gəl, nə oldu lan? Heç bir şey başa düşmədim. Vurmalı sürətlidir, ancaq patlamağı başa düşmədim. Nəsə partladı orada. Yenə partladı. Bu nə lan? Bu nə tar karakterdir? Partladır bu hər şey. Bu neymiş? Oha! Ne oluyor oğlum? Sese basma diyorsun. Bitti ucu. Onu çıktı. Ona kaşın karakterdi bu. Oynayarım ki mən. Neyse dostlar, kupa kasın gəlirəm. 75 years later. Bəli dostlar, Damian'a biraz abartı kupa kastım və tamına 301 kupa kastım dostlar. Yəni 7-ci oluram, tez-tez uduzuram, 1-ci də ola bilmirəm. Yəni əvvəllər 1-ci olurdum 250 kupaya qədər. Ondan sonra da ancaq 6-cı, 5-ci, 4-cü, 7-ci, nə belə-belə. Belə-belə artıq kastım 300 kupaya və çıxdım və 300 kupa. 301 kupa. Bunlar gəldi. Və 301 kupa. Bəli, 301 kupa birdən kastıq. Yəni o qədər çox kupa kastım ki, dostlar. Amma hələ də dayanmayacağıq. Hələ də yeni başqa karakterə kupa kasacağıq. Bəli, sıradakı karakterimiz isə nə olsun? Ember olsun. Ember mi seçim yoxsa Spike? Ya da Leon. Spike seçirəm. Spike olmuşum. Peki seviyeni artırmadım. Bir de kostüm.
ve 9 seviye. Okey. Ben bir tane bunu alacağım. Çünkü düz dibime gelene aksesuar işlədərəm. Çünkü mağara arasıdır. Ve bunu alıram. 9 seviye. Bir de dostlar 1005 elmasım var. 1005 elmas elədim bu şey. Akıl yolu akşam maşallah. Bəli. O zaman oyunumuza başlayaq. Getdik. 39.300 kupada qalmışdıq və yeni karakter. Əziyyətli video deyil dostlar. Yəni siz az kimi baxırsınız və ki, demək olar yarım saat, 1 saat kimi əziyyət çəkirəm. Tamam da 0 kupalı karakter seçdik. Niyə belə adamlar verdi? Şöyle. Pek yavaş oldu bu. Ama kostüm maraqlı kostüm diye. Yani ortaya katıyoruz. Oha ne vurur? Bir ayıp olur axı, mənə niyə vurursan? Tək atdı ya özdə mənə. Canı full ola mənə tək atdı. Dostlar, birinci oyunumdayım, mən niyə uduzdum o dəqiqə? Neyse, mən kupa qazmağa gəlirəm dostlar, inşallah başqa oyunlarda belə olmaz. 6.5 hours later. Bəli dostlar, tamına Spike'da 251 kupa kastım və çıxışa bastım və 251 kupada getdi bura. Bugün yaman kupa kastı dostlar. Ve 251 39.581 kupa olduq. Yani o kadar çok kupa kastık ki yani çok tez kupamız 39.000'de oldu. 39.600 oldu. 40.000'e doğru gedirik. 40.000 kupadaki dostlar bundan sonraki videoda olacaq. Görüm dostlarım da neçəncədəyəm. Yani hiçbir şey değişmeyip ama League Nol'dan çok uzaklaştım ha. 2000 kupa qabaqdayım. Tomorrow for sure. Bəli dostlar, videomun ikinci günündəyəm. Deyə bilərsiniz ki, elmaslar niyə azaldı, kupa artdı. Yəni bunlar, yəni o videonu cəmi 2 günə çəkirəm. Bu ikinci gündür dostlar. Bu ikinci gündəki video çəkirəm və elmasım da azalıb. Niyə azalıb onu da deyəcəm sizə. Sıradaki karakterimiz isə Star Nova. Main character energy. Sıradaki karakterimiz Star Nova'dır və səviyyəsini artırdı. Let's go. Star Nova mode 9 səviyyə, activate. okey. İndi mən bunları oxuyum. 20 minutes later. Dostlar deyim ki, uçuram, divardan o tərəfə keçirəm. Buradan kalkan alıram. Və buradan isə 12 seconds later. bunu alıram dostlar, daha çox vururum. Uydu, altın da bitti. Main character energy. 13.000 altınım qaldı da. Xəritə də dəyişib dostlar. Və başlayaq. Star Nova mode Getdi dostlar. activate. Görün onu. Hiya! Belə vurur, belə. Öl lan. Burada çox vuruyor farklı. Çok vurur. 2000 vuruyor bir vuruşu. Bunu da aldım. 4 yükümüz oldu. Bakın dostlar. Aksesuar koyuram bura ve uçuram ve bu tarafa geçiram. Düşmənlərdən qaçmaq istəyirlər. Bak bu nədir? Ulti. Pulling it now. Ha bir oluram ulti. Basanda. Ha Climbing bu nədir? and winning. Gel lan. Bir de dostlar elmasıma bak mik vermişim. Ya maraqlıdır da dostlar. Hoşuma gəlir o. Mik. Star Nova'na. Main
İndi mən Starnova'ya elə kupa qazacağam ki, dostlar. Ağzınız açıq qala bilər. Hər neysə, başlayaq. 2000 years later. Bəli dostlar, bu səfər çox abartılı kupa qastım. O qədər çox kupa qastım ki, yəni ağzınız açıq da qala bilər də. Bəli, toplamda 500 kupa qastım dostlar. 500 kupa qastım tək səfərdə. İndi mənə maraqlı olan şey budur. Mən gümüş aşama oldum və mən 2 dənə hədiyyə verəcək. Görüm o 2 dənə hədiyyəni necə verəcək. İndi bir yerdə görək. Çıxışa bastım. Bir də 40.150 kupa oldum. 40.000 də xeyirli uğurlu olsun. Çıxdım. Aha, 500. Bəli, ikisi birdən. Yəni bu şəkildə verir dostlar. Bu şəkildə. İndi o qədər kupa atıram ki, getdi onda. Bəli, bu süpərənlər çıxdı, yəni şeytan qutusu heç çıxmadı. Mələk qutusu bundan heç çıxmadı. Destansı da qaldı. 150 kredi qəşəng. 291. Ama yavaş açıldı, kredi ver. Vermədi. Ender. Şeytan qutusu çox yavaş açılır və bu nə? Zəbani bul. Oy 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 oy, zəbani bul çıxdı. Gizemli kostüm çıxdı. Qəşəng. Mələk qutusu. Aha, şimdi də mega görək. Destans. Bundan bir dənə efsanevi gözləyərəm. Efsanevi olsun da bir dənə. Nə olar? Hər neysə. Hər şey bitdi. İndi də kupanın gəlişini izləyəcəyik. Aha. Və 500 kupa. 3400 XP. Bəli, 500 kupa gəldi və 40.000 kupa olduq. Bəli, çox sevinirəm. Yəni 40.000 kupaya addımladıq və 40.000 kupaya da çatmış olduq. 40.000 kupaya da bir dənə baxaq. 30.000 kupadan yığmağı başlamışdım və 40.000 kupaya qədər də getdik. Və 40.000-də də hipersaj gözləyir. Və bu aşamaya keçdik, 10-cu aşamaya. Oley. Bəli, sıradakı hədəfimiz isə 50.000 kupadır. Burada da görürsünüz, 50.000 kupaya addımlayacağıq. Və bəli, videomuz da bu qədər idi. Umarım ki, videoyu bəyənmişsinizdir. Əgər bəyəndinizsə, aşağıdan videoya like atmağı, abunə olmağı və bildirimlər açmağı unutmayın. Bir video üçün 2 gün sərf etdiyim üçün mənim 10 like gəlsə çox sevinərəm. Yəni dəstəkləsəz çox sevinərəm. Çünki o qədər əziyyət çəkdim. Yəni cəmi 2 günə 1250 kupa qastım dostlar. 1250 kupa. Yəni o qədər çox kupaya məncə dəstək lazımdır. 2 günə bu qədər əziyyət çəkdim. Özdə dostlar 500 kupanı da saat yarıma qastım ha. Yəni asan da olmadı heç. Özdə ən çox kupa sayısı da bu oldu. 500 kupa. Vay be. Bir sonraki videolara qədər sağ olun, salamat qalın. Bir dahaki videolara qədər bye və my bye.